Elə bilim zəlzələ oldu. Bu boyda məsuliyyətsizlik olar. Binəqədi rayonu 7-ci mikrorayon Abay Kulanbayev 50 ünvanında köhnə 5 mərtəbəli bir bina var. Binanın qarşısındakı iri gövdəli ağacın budaqları qırılır və bu zaman həmin o budaqlar binanın bəzi mənzillərinə ziyan vurub və insanlara təhlükə yaradıb. Bacım uşaqlar da bizdeydi. 5 yaşında uşaq, 6 yaşında uşaq. Elə bilim zəlzələ oldu. Baxdım ki, şırıltı çoxaldı. Girdim qorxa-qorxa kuxunuya, gördüm ki, kuxunanın patoloqu gəlir yerə. Nə tərdə su axır, deşibdi evi su aparır. Tez qabları gətirdik, gəlinlə qoyduq altına. Dolur, boşaldırıq. Çox pis vəziyyətdədir ha. Qorxa-qorxa yatıram. İcraya zəng olundu. Yaşıllaşdırma gəldi, dedi gedin kran gətirin, kran qoysun aşağı, biz gələk doğrayaq. Bizim işimiz deyir bu. Elə mindilər çıxıb o gedən oldular. Heç bir gələn olmadı, nə baxan olmadı. Elə bir zəlzələ oldu nəsə, gürültülü, töküldüsən aşağı. Adam olsaydı, uşaq olsaydı, ondan sonra bu boyda ağacın altında bu vəziyyət yaranıb, heç kim gəlib bu məsuliyyət daşımırlar buna. Burada nə saatsə bir kimsə ölsəydi və yaralansaydı, onu da ham deyəcək ki, belə. 3 gündür bu vəziyyətdədir. Yaşıllaşdırma idarəsi gəliblər 5 dəqiqə burada tut yeyib çıxıb gediblər. Bu boyda məsuliyyətsizlik olar. Gəlib bir, mən kran lazımdır, mən kran verməliyəm. Gəldilər, amma kran yoxdur deyə getdilər. Bir kran yoxdur, bizdə səbət vardı, səbət. Hamı güclə bəlayının balkon tikib, özlərinə şərait yaradır. Uçub töküləndən sonra necə olacaq? Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyindən bildirildi ki, sözügedən ünvanda aşan ağacın budaqları ərazidən yığışdırılıb. Ağacın digər hissələrinin budanmasına gəlincə, ünvana xüsusi texnikanın girişi məhdud olduğundan bu proses yaxın günlərdə həyata keçiriləcək.